Salam, deməli bilirsiniz ki, mən 2025-ci il 6-cı sinif, yəni nəşrindən 6-cı sinifin 2025-ci il nəşrindən sual-cavablar hazırlayıram. Bu sual-cavabların PDF forması var belə. İndi PDF-i açmışam, amma cavablarını da oxuyacağam. Yəni PDF-ini işləyənlər buradan cavabları ilə yoxlaya bilər. Deməli, başlayaq. Erkən dövlətlər bölməsidir. Bu bölmə, deməli, birinci sual, Şumer mixi yazılı mətnlərində Bəhləri dağları olan varlı ölkə adlanırdı. Aratda. 2. Arattadan iki çevrəsinə gətirilirdi. Qızıl, gümüş, lacivert daşı və tikinti materialı. 3. Lullubi tayfa ittifaqına bu tayfalar daxil idi. Su, Turukki. 4. Lullubi Erkən dövlətinin ərazisi Urmiya gölündən cənubda Diyala çayındadır. Bir də bunun əvvəli ancaq 6-cı sinifindədir. Axır hissəsi isə 10-cu sinifindədir. Ona görə də yəni məhduddur məlumatlar. Sonra 5. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında Lullubi bölgəsində işğalçı yürüşlər etdilər. Akkad hökmdarları. 6. Padşahlar padşahı adlandırılırdı. Lullubi hökmdarları. 7. Bu Lullubi hökmdarının hərbi uğurları İri Qaya parçası üzərində mixi yazı ilə həkk olmuşdur. Anubanı. 8. Lullubidə ölkənin siyasi və mədəni sahədə uğurlarını təbliğ edirdilər. Mirzələr. 9. Lullubilər bu tanrıları sitayiş edirdilər. Səma, ay, günəş, bərəkət. 10. Kutilərin burada hakimiyyəti təxminən 100 illik olmuşdur iki çay arasında. Mesopotamiyada. 11. Kuti qoşunlarına xidmətə cəlb olunurdular Şumer və Akkad gəncləri. 12. İki çay arasının bu şəhərində Kuti hökmdarına qarşı üsyan baş verdi. Uruk. Trikana qarşı üsyan baş verdi. 13. Turukkilərin hücumları iki çay arasının şimalda yaranmış bu dövlətin sərhədlərində təhlükə yaradırdı. Aşır dövlətinin ona qarşı mübarizə aparmışdı. 14. Eradan əvvəl 3-2-ci minillikdə Arazdan şimalda bu tayfalar yaşayırdı. Naxçıva Gərgərdə. Aradan şimalda yaşayanlar Naxçıva Gərgərdə. 15. Bu ölkəni en rütbəti daşıyan hökmdar idarə edirdi Aratda. 15-dən sonra səhv eləmirəmsə də başlayır 10-cu sinifin materialına əsasən. Çünki Aratdadan başladı. 16. Aratdanın mühafizəçisi hesab olunurdu İlahi Lama. 17. Şumer şəhər dövlətlərinin himayələrinə çevrilmiş dövlət qurumu Kuti. 18. Kutiləri dağ əjdahaları adlandırırdılar. İki çay arasının hakimləri. 19. Eradan əvvəl 22-ci əsrin əvvəllərində Akkad dövlətini süquta uğratdılar Kutilər. Bilirsiniz ki, orada 100 illik hakimiyyəti başladı. 20. Kutilərin hakimiyyətin bu yolla ötürülməsinə üstünlük verirdilər. Kutilər hakimiyyətin bu yolla ötürülməsinə üstünlük verirdilər. Seçim yolu idi. 21. Akkadda Kutilərin mövqeyini zəiflətdi. Bu yerli canişinlər, idarəçinin yerli məmurlara həvalə olunması. 22. Sonuncu Kuti hökmdarı idi. Trikan, bayaq dedim, Uruk şəhərində ona qarşı üsyan baş vermişdi. 23. Urmiya gölündən cənubda bu dövlət qurumu meydana gəlmişdi. Lullubi. 24. Qələbə sütunu abidəsi bu yazı ilə tərtib olunmuş və bu hökmdarın uğurlarına bəhs edir. Mixi yazı ilə Anubanın uğurlarına. 25. Lullubilər Mesopotamiya ilə əlaqə quraraq malqaranı dəyişirdilər taxıla. 26. Lullubilər bu tanrılara sitayiş edirdilər. Səma, günəş, ay, bərəkət və məhəbbət. 27. Anum nədir? Anum səma tanrısıdır. 28. Asurların Şara şəhərini ələ keçirmişlər Turukkilər. Asurların inzibati və hərbi mərkəzi idi həmin o Şara şəhəri. 29. Babil hökmdarı Hammurapin dövründə Turukkilər, deməli 1792-1750 eradan əvvəl bunlar Babil ərazisinə daxil olaraq orada özlərinə məskən salmışlar. Deməli 6-cı sinifin 10-cu sinif dərsliyinin hər bir cümləsin, hər bir sözün suala çevirmişəm və siz də bu sual-cavabı işləməklə artıq bütün kitabı həm oxumuş olursunuz, yəni kitabdan istifadə edib də yaza bilərsiniz. Oxumuş olursunuz, öyrənmiş olursunuz. Yəni bunlar sizə çox köməkçi olacaq. Bu qədər, sağ olun.